Salam, əgər sizə döş vəzi MRT müayinəsi təyin olunubsa, heç narahat olmayın. Bu qısa bələdçidə bilməli olduğunuz hər şeyi addım-addım sadə dildə sizə izah edəcəyik. Bilirəm, ilk dəfə eşidəndə biraz qarışıq görünə bilər, amma əslində hazırlıq prosesi çox sadədir. Gəlin, bütün mərhələləri birlikdə nəzərdən keçirək. Yaxşı, ilk növbədə gəlin görək döş vəzi MRT-si nədir? Bu, heç bir şüalanma, yəni radiasiya istifadə etmədən döş toxumasının çox detallı şəkillərini çəkən tamamilə təhlükəsiz və ağrısız bir müayinə üsuludur. İndi isə bəlkə də bütün hazırlığın ən kritik məqamına gəldik. Müayinə üçün doğru vaxtın seçilməsi. Bu, həqiqətən də müayinənin nəticəsi üçün çox böyük əhəmiyyət daşıyır. Yəqin ki, sizə də maraqlıdır, bəs müayinə üçün ən ideal vaxt hansıdır? Bu sualın cavabı həm çox sadədir, həm də əldə edəcəyimiz görüntülərin keyfiyyəti üçün həlledicidir. Hesablamanı düzgün aparaq deyə, gəlin bunu dəqiqləşdirək. Biz birinci gün dedikdə, sizin menstrual qanaxmanızın başladığı ilk gününü nəzərdə tuturuq. Yəni, aybaşının ilk günü. Baxın, müayinə üçün ən ideal dövr aybaşının 6-cı günündən 14-cü gününə qədər olan aralıqdır. Yəni, 6-cı, 7-ci, 8-ci, bir sözlə 14-cü günə qədər olan hər hansı bir gün. Bəs niyə məhz bu aralıq? Çünki məhz bu günlərdə çəkilən görüntülər ən aydın, ən dəqiq olur və həkiminiz üçün ən dolğun məlumatı verir. Bu aralıqdan kənarda edilən müayinələrdə isə görüntünün keyfiyyəti aşağı düşə bilər. Yaxşı, vaxtı aydınlaşdırdıq. İndi isə gəlin müayinə gününə hazırlaşmaq üçün atacağınız praktik addımlara baxaq. Bunlar çox sadədir. Unutmayın, MRT cihazı çox güclü bir maqnitdir. Ona görə də üzərinizdə heç bir metal əşya olmamalıdır. Sırğa, üzük, saat, eynək, hətta metal düyməli və ya zəncirbəndli geyimlər. Zəhmət olmasa bütün bu əşyaları evdə qoyun gəlin. Aha, bu da çox vacib bir məqamdır. Əgər hər hansı bir dərman plastırından istifadə edirsinizsə, mütləq qeydiyyat zamanı əməkdaşlarımıza bu barədə məlumat verin. Bəzi plastırların tərkibində metal ola bilər. Beləliklə, müayinə günü gəlib çatdı. Gəlin indi də həmin gün sizin nələrin gözlədiyinə baxaq ki, proses sizin üçün tam aydın və rahat olsun. Sizdən xahişimiz, təyin olunan vaxtdan təxminən 30 dəqiqə, yəni yarım saat əvvəl mərkəzimizdə olasınız. Bu, qeydiyyat və hazırlıq prosesinin tələsmədən rahat şəkildə aparılması üçün vacibdir. Bunu da qeyd etmək istərdik ki, bəzən bizdən asılı olmayan səbəblərdən müayinə saatlarında kiçik gecikmələr yaşana bilər. Belə hallarda göstərəcəyiniz səbir və anlayış üçün sizə indidən təşəkkür edirik. Yaxşı, artıq hər şey hazırdır və siz MRT otağına daxil olursunuz. Bəs, içəridə sizi nə gözləyir? Gəlin bu prosesi də aydınlaşdıraq. Müayinə zamanı sizdən xüsusi hazırlanmış, yumşaq bir masanın üzərində qarnı üstə uzanmağınız istəniləcək. Narahat olmayın, bu, görüntülərin ən dəqiq alınması üçün çox rahat bir vəziyyətdir. Müayinə başlayanda cihazdan yüksək və ritmik taqqıltı səsləri gələcək. Bu səslər tamamilə normaldır, cihazın işləmə prinsipinin bir hissəsidir. Sizi narahat etməməsi üçünsə sizə xüsusi qulaqlıqlar veriləcək. Əgər qapalı məkanda qalmaqdan narahat olursunuzsa və ya biraz qorxu hissiniz varsa, bilin ki, bu çox normaldır. Ən əsası, bu barədə bizə məlumat verin. Hələ müayinəyə yazılarkən bunu qeyd etsəniz, biz sizə sedasiya, yəni yüngül yuxu dərmanı ilə müayinə təklif edə bilərik. Sadəcə bir şeyi unutmayın. Sedasiya planlaşdırılırsa, müayinəyə mütləq ac qarına gəlməlisiniz. Və gəldik ən vacib məqama. Müayinə boyunca sizin yeganə vəzifəniz rahat olmaq və tərpənmədən hərəkətsiz uzanmaqdır. Çünki ən kiçik bir hərəkət belə görüntülərin keyfiyyətinə təsir edə bilər. Müayinə bitdi. Artıq ən çətin hissə arxada qaldı. Bəs bundan sonra nə olacaq? Gəlin son mərhələyə də birlikdə baxaq. Müayinədən sonra radioloq həkimimiz çəkilən bütün görüntüləri diqqətlə incələyəcək, yekun cavabınız isə adətən 24-48 saat, yəni 1 və ya 2 gün ərzində tam hazır olur. Vəssalam, proses bununla da tamamlanır. Cavablar hazır olan kimi sizin müayinəyə göndərən həkiminiz nəticələr barədə sizinlə özü əlaqə saxlayacaq. Ümid edirik, bu izahat sizin üçün faydalı oldu, sağlam olun.